Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Bugün sizi yenə də şəxsi tikili, bağlı, bağçalı, həm də paket kupcalı həyət evimizdən tanış edəcəm inşallah. Zəhmət olmasa videomuzu sona qədər izləyin, bütün məlumatlarından da xəbərdar olasınız. Nəzərinizə çatdırım ki, satış zamanı evin içərisində görəcəyiniz əşyalardan çoxsu evin içində qalacaq. Bəziləri götürülür, bəziləri isə qalacaq. Evimizin yerləşmə yeri Kürdəxanı qəsəbəsidir. Hər bir tərəfi yaşayış olan yerdə yerləşir. Ümumilikdə 6 sot torpaq sahəsindədir. Bağlı, bağçalı, çox gözəl bir evdir. 6 sotda 3 otaqlı evdir. Həyətində bir neçə çeşiddə bar verən meyvə ağacları var. Qiyməti də həqiqətən çox gözəl bir qiymətlə satışa çıxır. Mən çoxdan izləyən izləyicilərim bilir ki, dəyərindən baha deyilən evləri satışa götürmürəm. Evimizin əksər yeri boş torpaq sahəsi kimi saxlanılıb. Ön hissəsi isə tamit daşlarından döşənilib. Onu da qeyd etmək istəyirəm ki, ev yerdən 8 daş kürsüdədir. Sadəcə sonradan həyətin yarısı tamit vurulsun deyə torpaqla doldurub üzərindən tamit vurublar. Hazırda 4-5 daş kürsüsü görsənir. Evin heç bir zabora bitişiyi yoxdur. Sağı, solu, arxası hər tərəfindən zaborundan məsafəsi saxlanılaraq tikilir. Padvalına giriş biri çöl tərəfdəndir, biri isə evin içərisindən yerləşdirilir. Tamamilə şəxsi tikilidir və uzun müddətdir ki, bu evdə yaşayış var. Həyətdə yenə həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı var. Betonu var, kəməri var, hər bir tərəfi qoşa daşdan tikilib. Evin içərisində yerləşən hamam sanitar qovşağı isə ayrı-ayrılıqdadır. Pəncərələrin hamısı evin öz həyətinə baxan pəncərələrdir. İndi isə keçək evimizin içinə. Bir daha qeyd edirəm ki, sənədi həm evin, həm də torpağın kupçasıdır. Evimizin qiyməti 87.000 manatla satışa çıxıb. İnşallah ki, real alıcılarımız da olsa, evin qiymətində indirim olunacaq. Evin sahibi tərəfindən. Bura evimizin mətbəx hissəsi. Evdə kombi xətti çəkilib, bir tək radiatorlar qoyulmuyor. Hamam sanitar qovşaq ayrı-ayrıdır və hər ikisi istipoldan ibarətdir. Ön hissəsində belə bir çamaşırxana kimi saxlanılıb. Bura hamam otağımız, bura isə evin sanitar qovşağıdır. Məlumatlarda bir daha təkrar edirəm, Kürdəxanıda hər tərəfi yaşayış olan yerdə 6 sotun içində 3 otaq 90 kvadratlıq evdir. Satış zamanı əşyaların çoxsu evin içində qalacaq. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının da hamısı var. Tamamilə şəxsi tikili, möhkəm oturmuş ev axtaran müştərilərimiz bu sizin üçün çox gözəl, qaçınılmaz bir variantdır. Evin qiyməti 87.000 manat deyilir. İnşallah ki, real alıcılarımız olarsa bizim də köməkliyimizlə evin qiymətində indirim olunacaq. Əlavə məlumat almaq üçün buyurun zəng edin, məlumat alın. İzlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.